Salam əziz dostlar, həftəmiz xeyirli olsun. Baş prokurorluqdan çıxırıq. Mənim yanımda vətəndaş Ağalar müəllimdir. 2-ci Qarabağ müharibəsinin də iştirakçısıdır. Ağalar müəllim, baş prokurorluqda sizi nə cür qəbul etdilər? Şükür Allah, hər şey qaydasındadır və bir daha sübut etdik. Azərbaycan dövləti hüquqi dövlətdir. İsmail Zalova öz təşəkkürümü bildirirəm. Çox sağ olsun, minnətdarım. Borcumuzdur. Hər bir vətəndaşa təmənnasız olaraq xidmət etməyə borcumuzdur. Sizi yüksək qəbul etdilərmi? Ərizənizi qəbul edərək və aidiyyəti orqanlara da göstəriş verildi. Problemlərimiz tez bir zamanda. İnşallah Ağalar 2-ci Qarabağ müharibəsində iştirakçısıdır. Ağalara qarşı böyük dələduzluq olub və əlində faktları, sübutları. Mən ümidvaram ki, hüquqi qiymət veriləcək və inşallah hər şey yaxşı olacaq ağalar. İnşallah. Ancaq o şəxs də, vətəndaş da çox təəssüflər ki, 2-ci Qarabağ müharibəsinin qazisi ümumi vətəndaşa qarşı dələduzluq etmək olmaz. Allah razı olsun. İnşallah yaxşı olacaq ağalar müəllim. İnşallah.